Hə, deməli biz bugün danışırdıq qoşma haqqında. Dedik ki, biz köməkçilik hissələrinə başlayandan sonra düzəltmə anlayışını ümumiyyətlə yaddan çıxarırıq. Burada ya sadə anlayış olacaq, ya mürəkkəb anlayış olacaq. Düzəltmə yalnız əsas nitq hissələrində idi. Bunu danışdıq. Sonra dedik ki, qoşmalar quruluşsa yalnız sadə olur, fikri düzdür. Mən sırf testi məqamlara toxunacağam da. Uşaqlar fikirləşir ki, aha, müəllim dedi ki, köməkçilik hissələrində düzəltmə olmur. Nə qalır? Sadə ilə mürəkkəb. Deməli, bunlar olur sadə, mürəkkəb. Bəli. Qoşma istisna, bağlayıcıdır, modal sözlərdir, nidadır, ədaddır. Bunlar olur quruluşsa ya sadə, ya mürəkkəb. Ya sadə, ya mürəkkəb. Amma bütün qoşmalar quruluşsa sadədir. Bu məsələ aydındır. Sonra biz nə dedik? Sonra dedik ki, ismin 4 halında olan sözə qoşmalar qoşula bilir. Adlıq, yiyəlik, yönlük və çıxışlıq. Yerdə qaldı nə? Yerlik hal, bir də təsirlik hal. Yerlik halından təsirlik hala qoşma qoşulmur. Sizi hansı cümlə ilə çaşdıra bilərlər? Məsələn, tutalım ki, şərti olaraq deyirəm, deyək ki, bu qızımızın atasına, anasına çağırır, deyirlər ki, məsələn, filankəsin qızı kimi savadlı qız yoxdur. Uşaq da baxır, gör ki, qızı kimi, kimi. Müəllim demişdi, təsirlik hala qoşulmur, axı, bu nədir? Bu mənsubiyyətdir, uşaqlar. Onun qızı. Sən girirsiniz, birinin maşını sürürsünüz, deyirsiniz, Asifin maşını kimi səliqəli maşın yoxdur. O Asifin maşını var, o mənsubiyyət şəkilçisidir. Yenə də o kimi adlıq halda olan sözə qoşulur. Oradakı mənsubiyyətdir. Başa düşdünüz? Yəni, bu cür nümunələr sizi çaşdırmasın. Elə bilməyin, o təsirlikdir. Bunun günahı da qoşmada deyil. Bunun günahı sizin hal mənsubiyyəti ayıra bilməməyinizdədir. Yaxşımı? Bu belə. Sonra bütün qoşmalar qoşulduğu sözlə birlikdə cümlə üzvü olur. Bu fikir düzdür. Sonra gəlirik nəyə? Burada qoşmanın müəyyən məna növlərini verir. Bizə daha çox, bax, bunlar lazımdır. Getdik. Sırf daha çox sizə nə testlərdə düşəcək, daha çox sizi nə çaşdıracaq, onlara baxırıq. 1. Görürsünüz, qədərlə kimi həm bənzətmədə var, həm də məsafə, hüdud. Burada bir hüdud sözünü də yazar söz üçün. Məsafə, hüdud bildirənlərdə də var. Bunları ayırmaq çox rahatdır. Niyə rahatdır? Çünki bənzətmə adı üstündədir, bənzədir. Məsələn, Asif kimi yaxşı oxuyan yoxdur. Bilirsiniz, biz bənzədirik və yaxud da evdə bacısı, qardaşı olanlar məncə sözləri eşidib də və yaxud da bu ən adi bir ifadə var da, xalqın uşağı. Evdə hamı onu tanıyır. Xalqın uşağı belə eləyir, xalqın uşağı belə eləyir. Və həmişə də sizi bu xalqın uşağına bənzədilər də. Nə bilim, qonşumuz Qulaməli kişinin oğlunun 600 bal yığdı, sən də onun kimi oxu günən. Nə bilim, əmin oğlu filan universitetə girdi, sən də onun qədər bal yığ, sən də onun kimi oxu. Görürsünüz, bunlar bənzətmədir. Bu mənalarda kimi və qədər bənzətmədir. Amma məsafə, hüdud bildirənlərdə isə, bax, məsələn, tutalım ki, deyək, Nərgiz deyir ki, mən deyək, evə kimi piyada getdim. Burada artıq məsafə bildirir, hüdud. Evdə dayandım da, ona getməmişəm. Və yaxud da evə qədər piyada getdim, məktəbə kimi getdim, məktəbə qədər getdim, adı üstündədir. Yəni, bu nümunələr adın haqqını ödəyir. İndi baxın, nə var ortada. 2 test şərti deyəcəm. Bu qulağınızı 4 açın. 2 dənə test şərti deyəcəm. Bunların arasında ciddi fərq var. Burada qoşmanın məna növləri var. Və burada da ona aid nümunələr var. İndi qulaq asın. Zaman bildirən qoşmanın məna növü hansıdır? Sonra, əvvəl, qabaq, bəri. Burada kimi ilə qədər görürsünüz? Xeyr. Yoxdur ki. Cümlə qurur, deyir ki, məsələn, şərti olaraq Rəşid saat 4-ə kimi, nə bilim, saat 4-ə qədər və yaxud da yanvara qədər, yanvara kimi dərs oxudu. Rəşid lətifəsi səndən uzaq, özvə götürməyinə. Bax, 4-ə kimi, 4-ə qədər. Deyir, qoşmanın hansı məna növü işlənib? İlk ağla nə gəlir? Zaman. Çünki niyə? Deyir, axı 3-ə kimi, 4-ə kimi. Amma bu qədər və kimi ya bənzətmədədir, ya da məsafədə. Zaman mənası olan qoşmaların içində qədərlə kimi var? Yox. Deməli, qoşmanın məna növünü istəsə, biz zaman bildirən qoşmanın içində biz qədərlə kimi götürə bilmərik. Nə götürəcəyik? Məsafə. Ay müəllim, necə məsafə olur axı? Saat 3-ə kimi vaxtdan məsafədir. Mən boşu-boşuna demədim də, köhnə dimin kitablarında çox gözəl yazıblar. Yazıb məsafə
Mötərizənin içində yazıb hüdud. Hüdud nə deməkdir? Bir yerə kimi. Siz məsafə deyəndə ancaq coğrafi kilometraj məsafəsi fikirləşməyin. Zamanın da məsafəsi var da. Yəni o saat 3-ə kimi deyəndə o zaman məsafəsini nəzərdə tutub. Gəlib saat 3-də dayanır da, yatıb 3-də. 3-ə kimi oxuyub axı. Yəni yenə də 3-ə kimi, yanvara kimi, qışa kimi, qışa qədər məsələn tutam ki, evə nəsə bir produkt alırıq, deyək ki, soğan alırıq, kartuşka alırıq, deyirik ki, qışa kimi çatar. Yəni o demək ki, qışdan sonra da yoxdur da, qutaracaq. O da bir məsafədir də. Gəldi məsələn yanvara kimi bəs eləyər. Gəldi, yanvarda bitdi. Bu da bir məsafədir. Yəni bir hüdud bildirir də, bir dayanma nöqtəsini bildirir. Ona görə bu cür ilk baxışdan zamana oxşayan kimi, qədər tipli cümlələrdə çalışıb bunu zaman bildirən qoşma götürməyəsiniz. Çünki zaman bildirən qoşmalar ortadadır. Bu başqa şeydir. Əgər sizdən sırf qoşmanın məna növünü istəyirsə, zaman qoşması götürə bilməzsiniz. Aha, bu başqa məsələ. Bunu aydınlaşdırdıq, qoyduq qırağa. Kiminsə bunda məlu sual var? Yox. İndi bu şərt, indi təzə deyəcəyim şərt, bundan sonra deyəcəyim şərt tamam başqa bir şeydir. Demir qoşmanın hansı məna növü işlənib. Qoşmanın hansı məna növü deyirsə, cədvəldən əzbər deyirsən. İndi sualı biraz başqa cür qoyur. Deyir, qoşma cümlədə hansı məna çaları yaradıb? Hə, artıq zaman götürə bilərsən. O sənə demir də, zaman bildirən qoşmanı tap. Deyir, burada nə məna verir? Fakt zaman mənası verir də. Bu iki şərt arasında çox incə bir dənə cizgi var. Qoşmanın hansı məna növü işlənib deyirsə, kitabdan əzbər götürürsən. Sən zaman desən, adama gülərlər. Deyirlər, zaman bildirən qoşma var. Qədər kimi, yox. Bu başqa şeydir. Bir də deyir ki, qoşma hansı məna çaları yaradıb cümlədə, hansı mənanı verir? Zaman mənasını verir. Bu iki şeyi bir-birindən qarışdırmazsınız ki. Yox, əla. Narahat olmayın. Olur belə şeylər. Birləşən yerlərində. Bu belə. Sonra uşaqlar, orada ca var idi. Eşidirsiniz məni? Buradasınız? Burada ca var idi, ca. Ca bizim qabağımızda çox yerdə çıxıb. İndi qulaq asın. Bu tək məsələsi ilə bağlı bir şey deyim sizə. Eşidirsiniz? Tək sözü 5 nitq hissəsi ola bilir. Tək insan, necə insan? Sifət. Hər şeylə bağlıdır. Tək oturub, tək oxuyur, tək döyüşür, tək yazır. Tək başına mənasını verəndə olur zərf. Ay sol. İndi onu axıra saxlamışam. Əgər tək sözü yer mənası bildirirsə, necə? Coğrafiya oxuyursunuzsa orada belə bir ifadə var. Yerin təki, yerin dibi mənasında. Bunu çox kitablar yazmır. Burada isimdir. Sonra tək məhdudlaşdırıcı ədat ola bilir. Yalnız mənasını verir. Məsələn, bugünkü dərsdə tək Asif hazırlığı gəlib. Yəni, yalnız Asif. Bu mənada olur ədat və bir dəfə olur qoşma. Və biz qoşmanı axırda orfoqrafiyasına baxacağıq və deyəcəyik ki, bir hecalı qoşmalar bitişik yazılır. İndi sual verirəm, bu təkini çıxıram da. Bu neçə hecalıdır? Bir hecalı. Deməli, bitişik yazılacaq. Deməli, siz tək qoşmasını, o tək ədatından, nə bilim, tək ismindən, tək sifətindən necə ayıracaqsınız? Yapışdırıblarsa sözə, olur, qoşma. Yapışdırmayıblarsa deməli, nədirsə başqa bir şeydir, qoşma deyil. Başa düşdünüz? Bax, sonra deyirəm ki, amin tək oxu. Yenə də mənanın da, adının da haqqını verir, bənzədir və bitişik yazılacaq. Başa düşdünüz? Təki sözündən ehtiyatlı olasınız, arzu ədatlarında da var. Təki sən xoşbəxt olasan, sən bu arzu ədatıdır. Sonra uşaqlar, qədər. Qədər. Bu, ca məsələsi ilə bağlı bir şey demək istəyirdim. Canı siz çox yerdə görmüsünüz. Cazəni görmüsünüz harda? 1. İsimdə leksik şəkilçi kimi, düşüncə, əyləncə. Sifətdə dərəcələr yaradanda ədat idi, sifətin çoxaltma dərəcəsində var idi və o ədat kimi müxtəlif nitq hissələrinə qoşulurdu. Hətta saya da qoşulurdu. Mənim bircə arzum var, ikicə arzum var, biz deyir rəqəmi artıra biliriksə, orada bir saydı, ca ədatdır. Sonra canı görmüsünüz harda? Sonra canı görmüsünüz zərf düzəldən şəkilçi kimi. Orada nə idi? Dilləri artırılır. Rusca, ingiliscə, ərəbcə, fransızca, bəli. Orada dilləri artırılır.
Canı görmüsünüz, hansısa bir şəkilçinin sadəcə 2 hərfi kimi. Dıqca, ınca, larca və bu cür feili bağlamanın və sayı düzəldən leksik şəkilçinin 3 hərfindən, 4 hərfindən biridir. Yəni, burada ayrıca bir xüsusi bir funksiya yerinə yetirmir. Bir də ca qoşma ola bilir. Uşaqlar, canın yerinə ilə, fərqi ilə, görə, qədər qoya bilirsinizsə, qoşmadır. Yenə deyirəm, canın yerinə ilə, fərqi ilə, görə, qədər qoya bilirsinizsə, qoşmadır. Gəlin nümunələr göstərək. Məsələn, tutam, yol boyunca ağaclar əkiblər. Mənə zəng gəlir. Bir də göz üstürəm. Deməli, belə. Davam edirik. Yenə deyirəm, canın yerinə ilə, fərqi ilə, görə, qədər qoya bilirsinizsə qoşmadır. Məsələn, tutalım, deyirik ki, yol boyunca ağaclar əkiblər. Yol boyu ilə qoşmadır. Qardaşı, bacısı olanlar yəqin ki, bu cümləni tez-tez işlədir. Qardaşım məndən yaşca, yəni yaşına görə, yaş fərqi ilə 2 il balacadır, 1 il balacadır, 3 saat balacadır. Sonra, isimdə, sifətdə, nə bilim, sayda belə cümlələr işlədirik. İsmin quruluşca, nə bilim, mənaca, formaca, məzmunca, nəysə bölüşdürəndə deyirik. İsmin quruluşca 3 növ var. Quruluşuna görə, formaca, formasına görə, mənaca, mənasına görə. Yəni, burada canın yerinə görə, qədər qoya bildiyimiz üçün bu da qoşmadır. Sonra məşhur bir ifadə var. Dəryaca ağlın olsa, dərya qədər ağlın olsa. Bəli, topluda var. Dəvəcə boyu var, köşəkcə ağlı yoxdur. Qabağınıza çıxacaq. Buradakı calar nədir? Qoşmadır. Yaxşı. Bir dənə bu doyunca sözündən ehtiyatlı olasınız. Məsələn, deyir ki, tutan filankəs doyunca yedi. Götürür orada hərfləri özündən dəyişir, şagird fokus çıxarır, doyun, unu eləyir, a, doyana, qədər, elə şey eləməyəsiniz. Biz demişik, canın yerinə qədər qoyuruq. Doyun qədər olar? Qoyun qədər. Olar. Nəysə, doyun qədər olmur. Siz oradakı özünüzdən o şəkildə heç kimsə belə bir ixtiyar verməyib də. Biz demişik, canın yerinə qədər qoya bilərsiniz. Deməmişik ki, ondan əvvəlki hərfləri öz məqsədinizə uyğun unu ayırlayın. Belə bir şey deməmişik də sizə. Yaxşımı? Ona görə bu doyuncadakı canın yerinə qədər qoyub, doyana qədər eləyib, özünüzdən fokus çıxarıb ona qoşma deməyəsiniz. Yaxşı? Bəs müəllim, oradakı ca nədir? Heç nə. Önca feili bağlama şəkilçisi var. Doymaq feilindən doyunca. Önca var deyə feili bağlamada. Orada feili artırılır, bütün feili bağlama şəkilçisidir. Aydındır? Sonra bizim qoşmada nə problemimiz var? Bircə saniyə. Bizim qoşmada nəyimiz var? Problemli. Kimi ilə qədəri bir dənə də məsələyə toxunum. İnşallah, qədər, türklər daha çox söz işlədirir. Sizin də qədər deyirsiniz, qədər, tale mənasında, o bəxt mənasında. O mənada qədər isimdir. İsimdir. Kimi də nə ola bilər? Kimi sual əvəzliyi ola bilər? Kimi tanıyırsan? Kimi oxuyur, kimi yazır. O qeyri-mənə əvəzlikdir. Kimi yazır, kimi oxuyur və 2 dəfə də qoşma ola bilir. Bunu danışdıq. Sonra, tərəf doğru məsələsi ilə bağlı bir şey demiş. Uşaqlar, məsafə hüdudla tərəf doğru, bu istiqamət, bu ikisi. Ya bunun birini əzbərləyin, o birisini çıxın, ya da hər ikisini əzbərləyin. Bilmirəm, indi sizə hansı uyğundursa, ondan gedin, vəziyyətdən çıxın. Amma məsələ bundan ibarətdir ki, siz bunları ola bilsin ki, qarışdırasınız. Əgər məntiqlə, məna ilə getsəz, qarışdırasınız ki, məsafə də müəyyən bir coğrafi yeri ifadə eləyir, istiqamət də. Bunları birini əzbərləyin, o birisini çıxın heç olmasa. Yəni, ya da ki, hər birini əzbərləyin. Bu istiqamət bildirəndə tərəf sözü məsələn isim ola bilər. Xüsusən bu sülh müqaviləsi, müharibə zad məsələlərində, məsələn, deyir ki, Rusiya-Ukrayna müharibəsi, deyir ki, tərəflər sülhə razıdırlar. Sən buna sual versən, kimlər? Tərəflər görüşdü. Kimlər? Kim? Bu ismin sualına cavab versə, deməli isimdir. Amma evə tərəf artıq qoşmadır. Sonra doğru. Doğru sözü sifət ola bilər. Doğru cavab, necə cavab? İngiliscə var, choose incorrect, seçin doğru cavabı. İndi mən doğru danış, hərəkətlə bağlı olanda zərf olur. Doğru qoşma ola bilər, evə doğru. Görürsünüz, adı üstündə də istiqamət bildirir. Sonra qarşı. Qarşı tərəf, evin qarşısı, yer məzmunu bildirə bilər, yer zərfi ola bilər. Sarı sözü. Sarı sifət ola bilər, sarı rəng. Sonra sarı sözü feil ola bilər, bəli.
Sarı 2 dəfə qoşma ola bilər. Bir evə sarı. Bir də ötürü mənasını verə bilər. Burada qeyd eləməyiblər. Səndən sarı çox narahatam. Məsələn, mən sizdən sarı üçün narahatam. Burada bu mənanı verə bilər. Sonra aid, dair, məxsus. Uşaqlar, nə qədər də qəribə səslənsə, düzdür, bu deməyin biraz bəlkə bəziləri üçün çoxdur, xüsusən bu 3-cü qruplara da sözü. Aid sözü köməkçi hissəsidir də, düzdür. Biz normalda adi halda deyirik ki, bunu kim yadda saxladı, saxlamadı, eyb yoxdur. Udəlit eləsin, geçsin. Balıqlan demişim, udəlit elə geçsin. Qulaq asın. Bax, biz demişik ki, köməkçi hissəsindən düzəltmə söz yaranmır, düzdür. Amma aidlik sözü leksik şəkilçidir. İstisna vəziyyətdə qoşmadan da söz yarana bilirmiş. Lıq isim şəkilçisi deyil. Müəllimlik, həkimlik ya da sifətdir, lap zərfdir. Leksikdir də. Aid də qoşmadır. Yəni belə çıxır ki, aidlik sözü düzəltmə qoşmadan yaranmış isimdir. İstisnadır, amma var. Başa düşdü? Belə çıxır. Aid yox, aidlik. Düzdür, yenə deyirəm, bu bir sözə görə biz deyə bilmərik, qoşma söz yaradıcılığında iştirak eləyir, belə şey deyə bilmərik də, bir güllə bahar olmaz. Amma ümumi olaraq bir nümunədə olsa var, belə bir şey var. Ola bilər, məsələn, biri fərqlidir falan, bir olimpiyadaya kimsə gedər və ya kimsə 3-cü qrupda, blokda falan belə qəribə bir sual düşər. Bilin ki, belə bir şey də var Azərbaycan dilində. Sonra, bunlar rahatdır. Əvvəl və qabaq sözləri, sonra sözünü də bura qoşa bilərik. Bu şeydə mən sizə danışmışam da. Məsələn, əvvəl siz belə deyildiniz, sonra oxuyaram. Sizin məşhur sözləriniz var da, sonra oxuyaram, sonra nə edirəm. Bunlar zaman zərfləridir. Və yaxud da qabaq, məsələn, qabağa gəl, bu yer zərfidir. Amma bunlar nə ola bilər? Bunlar qoşma ola bilər. Çıxışlı qala qoşulanda qoşma olur. Səndən qabaq, səndən sonra, səndən əvvəl. Qabaq sözü bir də boranı mənasını verir. Biz bal qabaq deyirik də, hə. Hətta biologiyada belə bir şey, qabaq kimilər fəsiləsi var, nəsə belə bir şey olmalıdır. Mən tam olaraq bioloq deyiləm, amma var belə bir şey. Yəni bu bioloji şeydə bitki adı kimi də işte nə bilir. Yəni isimdə ola bilir. Onu demək istəyirəm. Qabaq söz, hansı söz həm isim, nə bilim, həm zərf kimi homonim olan söz qabağı deməyəsiniz ki, bu isim harda olur? Budur. Boranı mənasını verir də. Bal qabaq deyirsə. Hə. Sonra qeyri başqa savayı bunlar rahatdır. Bunların yəni özgə insan bir dənə burada sifət ola bilər. Sonra başqa sözü ola bilər, başqaları, başqa nə insan, başqa cavab, başqa nə bilim müəllim, başqa kitab bu artıq sifətdir. Burada görə sözündən ehtiyatlı olasınız. Görə sözündən ehtiyatlı olasınız. Bir də burada görə sözünün mənada işlənir. Yox, görə yox. Bir dəqiqə. O sözü mən tapım burada. Əsasən sözünü görə bilirsiniz burada. Əsasən səbəb məqsəd bildirir. Hardadır o? Verib. Sənə yazırlar, çox olmalıdır. Burada sizin kitabınızda veriblər. Deməli bu nədir? Burada verməyiblər. İndi olur da bir nümunə bir kitabda fərqli ola bilər. Bax, görə sözü əsasən sözü daha da getsək. Əsasən var orada. Əsasən sözünün yerinə görə qoyanda qoşmadır. Məsələn, onu demək istəyirdim ki, hidrometeoroloji proqnozlar bürosunun verdiyi məlumata əsasən, nə bilim, qar yağacaq, yağış yağacaq, tufan yağacaq, yerinə görə qoyduğun üçün qoşmadır. Çünki qoşmanın yerinə qoşma qoyarsan da. Amma siz deyirsiniz ki, məsələn, biz əsasən canlı dərslərimizi keçirik. Biz görə canlı dərs olmur axı. Və pürüstə vergül olacaq modala görə. İşte, olur modal söz. Yaxşı mı? Sinonimləri ilə bir-birini əvəz eləyə bilərsiniz, qoşmaları belə də tapa bilərsiniz. Mən amonimliyə toxunmaq istəyirəm, sinonimlikdən çox. Bax, kimi sözü qeyri-müəyyən əvəzlik olur, düzəltmə olur özdə, kim sözündən kimi. Məsələn, kimi yazır, kimi oxuyur. Bax, görürsünüz, kimi gəlir, kimi gedir. Sonra qoşma ola bilir, həm məsafə, həm də bənzətmə. Sonra qədər sözü isim ola bilir, qədər tali dediyi o mənada və qoşma olur evə qədər. Tək sözü burada birini yazmayıb. İsmi yazmayıb, təkdib mənasında. Bax, qızıl tək, görürsünüz, viçi yazılıb. Bax, yenə deyirəm, tək bir ecalı qoşma olduğu üçün, qoşma olanda bitişik yazılır. Bax, görürsünüz, tək əl sifətdir, necə əl, tək qalmaq, yəni tək başına mənasında zərfdir. Tək sənə güvənirəm, yalnız, ancaq, məhdudlaşdırıcı ədatdır, bəli. Bu ilə məsələsi ilə bağlı bir şey demək istəyirəm, uşaqlar. Bir dənə qaydırıq iləyə, bir dənə təzdən baxırıq. Hanı bu ilə?
Heç burada yazmayıblar onu. Heç yazmayıb burada. Niye? Burada yazıb. Bax burada yazıb. Bax burada. Əsasən bunu deyirdim uşaqlar. Bu ilə ilə bağlı bir şey deyim sizə. İlə qoşma olanda nə məna verir? Birgəlik, vasitə, hətta özünüzdən yaza bilərsiniz, alət. Məsələn, tutalım ki, deyirəm ki, mən qardaşımla Bakıya gedirəm. Bu birgəlikdir və ya qardaşımla bazara gedirəm. İndi ola bilər ki, sən velosipedlə bazara gedəsən. Bu artıq nədir? Alətdir, vasitədir. Yəni sən velosipedin vasitəsi ilə tutalım ki, Allah hər birinizə qismət eləsin. Qudurasınız yox ha. Gün o gün olsun, böyüyəsiz, oğlanlara da xüsusən sözüm. Ailə başçısı olasınız və evinizin qapısını təpi ilə açasınız. Sözün yaxşı mənasında ki, əliniz o qədər dolu olsun ki, ruzi bərəkətlə girəsiniz evə, çiyinlə, təpi ilə, zadla qapı açasınız, girəsiniz içəri. Bəli, mən sizdə o funksiyaları hiss edirəm. Mən görürəm ki, yəni siz onu eləyə bilərsiniz. Nəysə, indi adam var təpi ilə qapını açır, adam var nə bilim, kəllə ilə açır, aysa. Bu kəllə və yaxud da təpi. İndi adam var, məsələn, bu gedişdən siz yəqin ki, dana oğrusu olacaqsınız. Lomla, zadla qapı, tövlə zad açasınız. Nəysə. Yəni yenə də o açarla, pultla, və bilim, şəlbətinlə falanla, bu alətdir, vasitədir. Başa düşdünüz? Məsələn, adam var, bizim zonada, məsələn, plovu çox vaxt əllə yeyirlər. Əl burada vasitədir yemək üçün. Adam var qaşıqla yeyir, adam var tostoranla yeyir. Adam başını salır orada. Allah. Məsələn, dana arpa yeyən kimi. Yəni, o formada müxtəlif alətlər, vasitələr var. Ən gözəli qaşıqdır. Yəni, qaşıq burada alət və ya vasitə mənasını verir. Bu ilə bəzən bağlayıcı olur. Növbəti hissələrdə biz bunun haqqında danışacağıq və orada təbii ki, mənim deyəcəyim bəzi əlavələr də var. Hələlik sadə formada deyirəm ki, ilənin yerinə və qoyanda bağlayıcıdır. Amma yenə deyirəm, bu elə bunu tutaq, gedək qabağa, orada istisnalar var. Xəbər cəmdə olmalıdır, vergül məsələsi var. Məsələn, sən çıxdın qarşıma duzla çörəklə. Sizdən olsa deyirsiniz duz və çörək, götürərsiniz bağlayıcı. Amma burada qoşmadır. Çünki orada vergül var. Sən vədən sonra vergül qoya bilməzsən. Birinci ladan sonra və qoyursansa, yenə də gərək qoymalısan. Duz və çörək və olmur. Yəni, burada müəyyən istisnalar var. Mən hələ ki, ümumi olaraq deyirəm. Çünki bugünkü mövzumuz bağlayıcı deyil. Deyirəm ki, bu var. Sonra, ən az bizim düşündüyümüz qoşmalar. Haqqında, barəsində, uğrunda, naminə, uşaqlar, bunlar qoşmadır. Məsələn, biz Əli haqqında danışırıq. Burada haqqında qoşmadır. Vətən uğrunda döyüşürük. Burada uğrunda qoşmadır. Filankəs naminə. Bunlar qoşmalardır. Bunlar həmişə, mən bilmirəm niyə belədir, bizim uşaqlarımız həmişə bu qoşmaları belə qoşma kimi görməyiblər. Ya bəlkə fikir verməyiblər. Və bunlar qoşmadır uşaqlar. Yaxşımı? Başqa burada belə qeyri-adi bir şey yoxdur. Yaxşımı? Sonra qoşmaların sinonimliyi məsələsi var, aidlik, sonra homonimliyi var. Bir dəqiqə. Bizə isə lazımdır ən çox, bunların haqqında danışmışam mən sizə. Sarı sözünü dedim, sonra qabaq, sonra əlavə sözü, qeyri, özgə, bunlar haqqında danışmışam. Kimsə elə bir nəsə əlində var. Ola bilər belə bir şey. Uşaqlar, bu qeydə baxarsınız. Bir dəqiqə uşaqlar. Bu qeydə baxarsınız. Nə yazıb oradan? Üçün, ötürü, görə, savayı, dək, can, haqqında, haqda, barəsində. Bu sözlər yalnız qoşmadır. Məsələn, kimi sözünü biz əvəzli kimi düşünə bildik, sarı sözünü sifət kimi düşünə bildik, amma bunlar yalnız qoşmalardır. Bir də nəyi deyəcəkdim sizə? Qoşmanın belə bir funksiyası var. Qoşmanın bir özəlliyi var. Hərbidə bizə belə bir şey öyrətmişdilər. Bu bizim bildiyimiz bu Kalaşnikov avtomatı var da. Bu avtomata iki cür güllə gedir də. Ya 5.45 gedir, ya 7.62 gedir. Ən çox istifadə edirlər 7.62-dən. Niyə bəs 5.45 gülləsindən istifadə eləmirlər? Çünki o adi bir yarpağa dəyəndə istiqamətini dəyişir. Məsələn, bu gülləni atırıq, məsələn, nişan alırıq, məsələn deyirəm də, asifi, Allah göstərməsin. O bir ağacın yanında adi bir yarpağa dəyir və risk yönünü dəyişir. Ona görə bundan az istifadə edirlər. İndi istifadə demək olar ki, olunmur. Çünki istiqamətin tez dəyişir. Adi bir şeyə dəyəndə istiqamətin dəyişir. İndi bunun bizim mövzu ilə nə əlaqəsi var? Məsələ ondadır ki, bu qoşmalarda belə bir funksiyası var.
qoşulduğu şeyin sintaktik funksiyasını dəyişmək. Bax, Asif danışır. Burada Asif hansı cümlə üzvüdür? Mübtəda. Düzdür. Biz bura ilə qoşsaq, məsələn, eləyirik ki, Asif ilə danışır. Artıq burada tamamlıqdır. Başa düşdünüz? Və yaxud da Həsən gəlir. Ay sol. Burada olur mübtəda. Amma Həsən üçün gəlir. Artıq tamam başqa bir şeydir. Yəni qoşma, uşaqlar, eşidirsiniz? Qoşma əsasən belə olur da, əsasən. Məsələn, oxuyan sözü normalda feili sifətdir. Amma oxuyan kimi mənə xəbər elə olduğu zaman zərfli. Normalda feili sifət olmalı idi. Heç nə demirəm, adicə məsdər var idi. Yadımıza gəlir, biz deyirik təyin olmamalıdır. Amma qoşmanın hesabına, yəni mən sizə bundan onu çatdırmaq istəyirəm ki, qoşmanın belə bir özəlliyi var, belə bir xarakteri xüsusiyyəti var ki, o nəyəsə qoşulanda onun sintaktik funksiyasını dəyişə bilir. Nərmin danışır da, Nərmin mübtədadır, amma Nərmin ilə danışır da, tamam başqa bir şeydir, tamamlıqdır. Yəni qoşmanın, qoşulduğu sözün sintaktik, yəni cümlə üzvündən söhbət gedir, funksiyasını dəyişmək kimi bir xüsusiyyəti var, fikri düzdür. Sonra uşaqlar, orfoqrafiya. Bütün bir hecalı qoşmalar bitişik yazılır. O kitablarda xas qoşmasını istisna verirlər. Xas bir hecalıdır, amma ayrı yazılır. Yaxşımı? Bu məsələyə fikir verərsiniz. Yaxşı? Belə, qoşma ilə bağlı mənim deyəcəklərim bu qədər. Sual var? Nəsə başa düşmədiyiniz, anlamadığınız. Onlaynda da bir dəfə də bunu izah eləyərik. Bir dəfə də baxarıq buna. Hə. İndi ondan sonra inşallah düzələr.